Elhamdülillahi Rabbil alemin, ilahil evveline vel ahirin, ve salatu ve selamu ala eşrafil enbiyayı vel mursalin, nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ugdeten min lisani yefkahu kavli ve zidni ilme, emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz Müslümanlar, Allah Azze ve Celle nasip ederse bu sohbetimizde de her zaman etmeye çalıştığımız gibi önemli bir mövzu üzerinde danışacağız. Mövzumuz Allah Azze ve Celle'nin dinini təhrif edenlerin ettiği şeylerden bazı örnekler vermek ve bunun üzerinde de buna karşılık, buna mukabil müminlerin yolu hakkında danışmak ve Allah Azze ve Celle'nin kitabından müminlerin yolunun ne olduğunu kısa ve muhtasar şekilde sizlere çatdırmaktır. Mövzunu her zaman ettiğimiz kimi ilk başta yani yazı şeklinde kaleme almışam. Ondan sonra o yazdığım şeyi Allah subhanahu izniyle sizlere okuyacağım. Başlayarak deyirəm ki, həmd Allah'a məxsusdur. Yalnız ona həmd edir, yalnız ona şükür edir, yalnız ona yönəlirəm. Bütün həmd sənalar, şükür və təriflər yalnız onun haqqıdır. Səmalarda və yerdə, əvvəldə və axırda, dünyada və axirətdə həmd olunmağa, dua edilməyə, itaat olunmağa, ibadət edilməyə layiq olan tək haqqıyla yalnız odur. Allahın salamı və xeyir bərəkəti onun son Rasulü Muhammedin, onun pak əhl-i beytinin, zövcələrinin, Allahın təşkil etdiyi əshabını və qiyamət gününədək onların arxasında gedənlərin üzərinə olsun. Bundan sonra Allah Azze ve Celle'nin nazil ettiği kitabların təhrif edilməsi. Hər birimizə məlumdur ki, Muhammed sallallahu aleyhi və səlləmin ümmetindən öncəki ümmətlərdə Allah Azze ve Celle'nin nazil etdiyi kitablarda, şəriətlərdə nasları, yəni orada yazılanları dəyişmək müsibəti, təhrif və təbdil. Yəni təbdil nə deməkdir? Bir şeyi götürüb onu başqasıyla dəyişdirmək, bir şeyi götürüb onun yerinə başqa bir şeyi qoymaq. Yəni təbdil fəlakəti, təhrif fəlakəti baş vermişdir. Bizdən öncəki ümmətlərdə bu hadisələr olmuşdur. Əfsuslar olsun ki, bu ümmətdə də olur. Resulullah sallallahu aleyhi ve sellem hala 1440 il evvel bize bunu haber vermiştir. İmam Ahmed ve diğerlerinin rivayet eləmiş olduğu hadiste buyurur ki, İmam Ahmed haddethena Ravh, haddethena İbn Abi Zib, an Sa'idin el-Makburi, an Abi Hurayrata, enne Resulullah sallallahu aleyhi ve sellem kâle, la tekumus sa'atu hatta ta'khuza ummeti ma'akhizal ummami vel kuruni qablaha, şibran bi şibrin ve zira'an bi zira'. قالوا يا رسول الله كما فعلت فارس والروم قال وهل الناس إلا أولئك. وفي رواية حدثنا حجاج أخبرني ابن جريج أخبرني زياد بن سعد عن محمد بن زيد بن المهاجر بن قنفذ عن سعيد بن أبي سعيد المقبري عن أبي هريرة عن النبي صلى الله عليه وسلم قال والذي نفسي بيده لتتبعن سنن الذين من قبلكم شبرا بشبر وذراعا فذراعا وباعا فباعا حتى لو دخلوا جحر ضب دخلتموه. قالوا ومن هم يا رسول الله؟ أهل الكتاب. قال فما. وفي رواية حدثنا أحمد بن يونس حدثنا ابن أبي ذئب عن المقبري عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال لا تقوم الساعة حتى تأخذ أمتي بأخذ القرون قبلها شبرا بشبر وذراعا بذراع. فقيل يا رسول الله كفارس والروم. قال ومن الناس إلا أولئك. İmam Ahmed deyir ki, bizə Ravh danışdı, bizə İbn Abi Zib danışdı. Said el-Makburi'dən, Ebu Hureyre'dən Resulullah sallallahu aleyhi və səlləm demişdir. Ümmətim özündən əvvəlki ümmətlərin və dövrlərin gedişatını, yolunu, üslubunu özünə yol, yaşam tərzi olaraq qarış-qarış, ərəş götürmədikcə saat qopmayacaq. Yəni ərəş dedikdə, yəni barmaqların ucundan dirsəyə qədər olan məsafə qəsd olunur. Yəni o kəlmənin anlamı bizim dilimizdə budur. Onlar dedilər, ya Resulallah, Farslar və Rumların etdiyi kimi o dedi, insanlar onlardan başqasıdırmı? İmam Əhmədin müsnədində 8291 nömrəli hədisdir. Digər bir rivayətdə bizə Həccac danışdı, mənə İbn Cüreyc xəbər verdi, mənə Ziyad ibn Sa'd xəbər verdi, Muhammed ibn Zeyd ibn Muhacir ibn Qunfuzdan, Sa'id ibn Əbi Sa'id el-Makburidən, Əbu Hureyrədən, Nəbi sallallahu aleyhi və səlləmdən dedi.
Nəfsim əlində olana and olsun, sizdən əvvəlkilərin sünnətlərini qarış-qarış, ərəş-ərəş, qulaç-qulaç izləyəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr, siz də ora gedəksiniz. Dedilər, onlar kimdir ya Resulullah? Əhli kitabdır. Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, başqa kim olacaq? Bu da İmam Əhmədin Müsnədində 8322 nömrəli rivayətdir. İmam Buxarinin Səhihində 7319 nömrəli rivayətdə demək olar ki, eyni məzmundadır. Həmçinin İmam Buxarinin Səhihində rivayət etmiş olduğu 7116 nömrəli hədisdə buyurulur ki, Həddətənə Əbul Yəmən, Əxbarənə Şuayb, Aniz-Zuhriyyə, qalə Sa'id ibn Musayyəb, Əxbarəni Əbu Hüreyrə radiyallahu anhu, ənə Rasulullah sallallahu aleyhi və səlləmə qalə, Lə təqumu sa'atu həttə tattaribə əliyyatu nisai davsin alə zil xalasa. Və zil xalasa tağiyyətu davsin əlləti kənu ya'buduna fil cahiliyyə. Bizə Əbul Yəmən danışdı, bizə Şuayb xəbər verdi, Əz-Zuhridən dedi, Sa'id ibn Musayyəb dedi, mənə Əbu Hüreyrə radiyallahu anhu xəbər verdi ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir. Davsun, yəni Davs qəbiləsinin, Davs qəbiləsi bilirsiniz, Əbu Hüreyrə radiyallahu anhunun mənsub olduğu qəbilədir. O qəbilə bu gün də var. Davs qəbiləsinin qadınlarının budları və ya arxaları Zulxalasada, onun ətrafında, yan yörəsində titrəmədikcə, yəni tərpənmədikcə, oynamadıqca saat qopmayacaq. Yəni qiyamətdən öncə bu hadisə vaqe olacaqdır. Zulxalasada Davs qəbiləsinin cahiliyyə dövründə ibadət etdiyi tağutun ismidir. Davam edərək deyirəm ki, bu gün də insanlar əvvəlkilərin sünnətlərini, yolunu, mənhəcini qarış-qarış, ərəş-ərəş, qulaç-qulaç izləməkdədirlər. Hətta onlar kərtənkələ yuvasına girsələr də, indikilər də ora girmək üçün dəridən qabıqdan çıxmaqdadırlar. Onlar öz məzhəblərini dəstəkləmək üçün hər yola başvururlar. Bu da onlardan biridir. Təhrif nədir? O, bir yazıya, bir mətnə, yaxud da bir kitaba bir şeylər əlavə etmək və ya bir şeyləri çıxarmaq və yaxud da kəlmələri öz məhvərindən saptırmaqla gerçəkləşir. Bunun bir çox örnəkləri vardır ki, burada onların hamısını zikr etməyə lüzum yoxdur. Sadəcə olaraq bunu xatırlatmaqla və bir neçə ayət-i kərimə və bir hədis-i şərif zikr etməklə kifayətlənəcəyik. Allah Azze ve Celle buyurur ki, Euzu billahi mineşşeytanirracim. Feveylun lillezine yektubunel kitabe bi eydihim thumma yekulun hâzâ min indillahi liyeşteru bihi themanen qalîlâ. Feveylun lehum mimma ketebet eydihim ve veylun lehum mimma yeksibun. Veyl olsun o kimsələrə ki, kitabı öz əlləri ilə yazıb sonra da bu Allah qatındandır deyirlər. Bunu ona görə edirlər ki, onu az bir qiymət qarşılığında satsınlar. Əlləri ilə yazdıqları şeylərə görə veyl olsun onlara. Qazandıqları şeylərə görə də veyl olsun onlara. Bəqərə surəsi 79-cu ayət-i kərimə. Əfətətma'un ən yu'minu lakum və qad kana fariqun minhum yesma'un kalamallahi thumma yuharrifunahu min ba'di ma aqaluhu və hum ya'lamun. Onların sizin iman etdiyinizə iman gətirəcəyini mi umursunuz? Halbuki onlardan bir dəstə Allahın kəlamını eşidir, ardınca da anlayıb dərk etdikdən sonra bildikləri halda onu təhrif edirdilər. Bəqərə 75. Minəl-ləzīnə hədu yuharrifunəl kəlimə əmmə vadi'ihi və yəqulunə səmi'nə və asayna və əsma' qayrə musma'in və ra'inə leyyən bi əlsinətihim və ta'nən fid-din. وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَيْرًا لَهُمْ وَأَقْوَمَ وَلَكِنْ لَعَنَهُمُ اللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا. Yahudilərdən kimiləri kəlmələri öz yerindən, yəni məhvərindən saptırır, yerini dəyişdirir, dillərini əyib bükərək və dinə tənə edərək, tənə vuraraq, eşitdik və asi olduq, eşitməz olasan, bizi qoru, bizə diqqət et deyirlər. Onlar belə dillərini əyib bükməklə, dilləri ilə Quranı, İslamı təhrif etmək və dinə tam etmək, tənə vurmaq istəyirlər. Əgər onlar eşitdik və itaət etdik, bizə nəzər yetir desəydilər, şübhəsiz ki, bu onlar üçün xeyirli, daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfürləri səbəbilə lənətləmişdir. Odur ki, onlar çox az iman edirlər. Nisa surəsi 46-cı ayət-i kərimə. فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ وَنَسُوا حَظًّا مِمَّا ذُكِّرُوا بِهِ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَى خَائِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ. Yəni İsrail verdikləri əhdi pozduqlarına görə biz onları lənətlədik və qəlblərini də qatı etdik. Onlar kitabda olan kəlmələri yerlərindən saptırırdılar, məhvərini dəyişdirirdilər və zikr edildikləri şeylərin də bir qismini unutdular. İçlərindən az bir qismi istisna olmaqla sən onlardan daimə xəyanət görəcəksən. Lakin sən onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah muhsinləri, yaxşı əməl sahiblərini, yaxşı əməl edənləri sevir. Maidə 13.
Həmçinin İmam Malik buyurur ki, an Nafi, an Abdullah ibn Umara ennehu qal: جاءت اليهود إلى رسول الله صلى الله عليه وسلم فذكروا له أن رجلا منهم وامرأة زنيا فقال لهم رسول الله صلى الله عليه وسلم ما تجدون في التوراة في شأن الرجم فقالوا نفضحهم ويجلدون فقال عبد الله بن سلام كذبتم إن فيها الرجم فأتوا بالتوراة فنشروها فوضع أحدهم يده على آية الرجم ثم قرأ ما قبلها وما بعدها فقال له عبد الله بن سلام ارفع يدك فرفع يده فإذا فيها آية الرجم وقالوا صدق يا محمد فيها آية الرجم فأمر بهما رسول الله صلى الله عليه وسلم فرجما وقال عبد الله بن عمر فرأيت الرجل يحني على المرأة يقيها الحجارة قال مالك معنى يحني يكب عليها حتى تقع الحجارة عليه. Burada bu hadisin bir neçə rivayətini vermişəm. Sadəcə birini sizlərə oxuyacağım inşallah. Yəni yaxın mənalı rivayətlərdir. Malik Nafi'dən, Abdullah ibn Ömərdən o demişdir. Bir dəfə Yahudilər Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəlib ona zikr etdilər ki, onlardan bir kişi və bir qadın zina edib. Rasulullah sallallahu aleyhi və səlləm onlara dedi: Tövratda rəcm haqqında nə tapırsınız? Yəni nə hökm var? Onlar dedilər: onları rüsva edirik və onlara qamçı vurulur. Bunu eşidən Abdullah ibn Səlam dedi: yalan dediniz. Şübhəsiz ki, onda, yəni Tövratda rəcm hökmü vardır. Bunun ardınca onlar Tövratı gətirib açdılar və onlardan biri əlini rəcm ayətinin üstünə qoydu. Sonra isə ondan əvvəl və ondan sonra olanları oxudu. Abdullah ibn Səlam dedi: əlini qaldır. O əlini qaldırdı. Bir də baxdılar ki, orada rəcm ayəti vardır. Onlar dedilər: o doğru dedi ya Muhammed. Həqiqətən də onda rəcm ayəti vardır. Resulullah sallallahu aleyhi və səlləm əmr etdi. O ikisi rəcm edildilər. Abdullah ibn Ömər dedi: mən o kişini gördüm, o qadının üstünə yıxılmışdı, onu daşlardan qoruyurdu. İmam Məlik Muvattasında 2374 nömrəli hədisdir. Həmçinin İmam Tayali isə Musnəddə 1967, İmam Əhməd Musnəddə 4498, həmçinin İmam Buxari Səhihdə 6819 nömrəli hədislər olaraq rəvayət etmişdir. İslamın gəlişindən bəri günümüzə dək bu pak şəriətin naslarına bir şeylər əlavə edib digərlərini çıxarmağa heç kimin gücü çatmamışdır və çatmayacaq da. Çünki Allah Azze və Cəllə özü bu dinin naslarını qoruyacağını öz üzərinə götürmüşdür. İnna nahnu nazzalna zikra və inna lahu lahafizun. Şübhəsiz ki, zikri məhz biz nazil etmişik və əsla şübhə yoxdur ki, həqiqətən də onu qoruyan da məhz bizik. Hicr surəsi 9-cu ayət-i kərimə. Hal belə olduqda zəlalət əhli başqa yollara baş vurmuşlar ki, bu da o nasların mənasını, hökmünü dəyişdirməkdir. İndi baxaq görək, bunlar öz dinləri ilə necə müamilə etmişlər. Onlar kəlmələri öz yerindən, yəni məhvərindən saptıraraq yerini dəyişdirir, dillərini əyib bükərək və dinə tənə vuraraq eşitdik və asi olduq, eşit, eşitməz olasan, bizi qoru, bizə diqqət et deyirlər. Onlar dillərini əyib bükməklə, başqa bir sözlə, dilləri ilə Quranı, İslamı təhrif etmək və bu dinə xələl gətirmək, tən etmək istəyirlər. Onların etdikləri budur və Allah Azze və Cəllə də bizləri məhz bunlardan çəkindirmişdir. Kəlmələri öz yerindən saptırmaq, eşitdik və asi olduq demək, eşit, eşitməz olasan demək. Yahudilərin öz kitabları və Nəbimiz Muhammed sallallahu aleyhi və səlləm ilə etdikləri şey budur. Mənanı dəyişdirib, onu başqa mənaya çevirmək. Onlar eşitdik və asi olduq dedilər. Bunun mənası anlamı nədir? Mənası budur. Nas bizə çatmışdır, yəni ayət və hədis bizə gəlmişdir, lakin biz əsla onunla əməl edən deyilik. Eşit, eşitməz olasan cümləsinin mənası nədir? Sənin dediyini özün eşit. Bizim üçün isə o eşidilməyən bir şeydir. Yəni birazdan bu ümmətin içində də bunu edənlərin olduğunu görəcəksiniz. Bu ümmət bundan başqasını mı etmişdir? İstənilən ayət-i kəriməni və hədis-i şərifi götür və onu böyük çoxluğun yalandan elm əhli adını verdiyi cəhalət əhlinin yanına apar və bax gör onlar o ayət-i kərimə və hədis-i şəriflə nə edirlər. Onlar kəlmələri öz yerindən saptıracaq və belə deyəcəklər: eşitdik və asi olduq. Sən dediyini de, şübhəsiz ki, sənin dediyin eşidilməyən bir sözdür. İmam Əhməd rəhmətullahi aleyh dedi: Həddəthənə İsmail ibn Umar, Həddəthənə İbn Əbi Zib, an Sa'idin el-Məqburi, an Əbi Hurayrətə ənə Rasulullah sallallahu aleyhi və səlləmə qal: Vallahi la yu'min, vallahi la yu'min, vallahi la yu'min. قالوا وما ذاك يا رسول الله قال الجار جار لا يأمن جاره بوائقه قالوا يا رسول الله وما بوائقه قال شره.
Bizə İsmail ibn Ömər danışdı, bizə İbn Əbidi danışdı. Səid el-Məqburidən, Əbu Hüreyrədən Rasulullah sallallahu aleyhi və səlləm dedi. Vallahi iman etmiş olmur. Vallahi iman etmiş olmur. Vallahi iman etmiş olmur. Onlar dedilər, o nədir ya Rasulallah? O dedi, qonşudur. O qonşu ki, qonşusu onun bəvaiqindən əmin olmur. Onlar dedilər, onun bəvaiqi nədir ya Rasulallah? O dedi, onun şəridir. İmam Əhməd Müsnədində 7865 nömrəli hədis-i şərifdir. Bu hədisi İmam Müslim rahimehullah da rivayet etmiştir. İmam Müslim rahmetullahi aleyh dedi. Haddesena Yahya ibn Eyyub ve Kuteybe ibn Sa'id ve Ali ibn Hucur cemi'an an İsmail ibn Ja'far. Kale ibn Eyyub. حدثنا إسماعيل قال أخبرني العلاء عن أبيه عن أبي هريرة أن رسول الله صلى الله عليه وسلم قال لا يدخل الجنة من لا يأمن جاره بوائقه. Bizə Yahya ibn Eyyub, Kuteybə ibn Sa'id və Ali ibn Hucur danışdı. Hamısı İsmail ibn Cafer'dən. İbn Eyyub dedi, bizə İsmail danışdı. Dedi, mənə Əl-Əla xəbər verdi. Atasından Əbu Hüreyrədən Rasulullah sallallahu aleyhi və səlləm dedi. Qonşusu onun şərindən əmin olmayan kimsə cənnətə girməyəcək. İmam Müslimin səhihində 81 nömrəli hədisdir. Əvvəlcə onu deyim ki, İmam Müslimin isnadı Əl-Əla ibn Abdurrahman səbəbilə zəifdir. Və gördüyünüz kimi mətnində də bir qədər fərqlilik vardır. Lakin bizim mövzumuz bu deyildir. Məsələ burasındadır ki, bu hədisi dırnaqarası şərh edən Yahya ibn Şərəf ən-Nəvəvi ona görə bu rivayət səhihdir və hal belə ikən o öz dırnaqarası şərhində belə deyir. Qavluhu sallallahu aleyhi və səlləmə la yədxulul cənnətə mən la yə'mənu caruhu bəvaiqahu. El-bəvaiq cəm'u bəiqə və hiyəl gailə və dəhiyə vəl-fətk. وفي معنى لا يدخل الجنة جوابان يجريان في كل ما أشبه هذا. أحدهما أنه محمول على من يستحل الإيذاء مع علمه بتحريمه فهذا كافر لا يدخلها أصلا. والثاني معناه جزاؤه ألا يدخلها وقت الدخول الفائزين إذا فتحت أبوابها له بل يؤخر ثم قد يجازى وقد يعفى عنه فيدخلها أولا. وإنما تأولنا هذين التأويلين لأن قدمنا أن مذهب أهل الحق أن من مات على التوحيد مصرا على الكبائر فهو إلى الله تعالى إن شاء عفى عنه فأدخله الجنة أولا وإن شاء عاقبه ثم أدخله الجنة والله أعلم. Deyir ki Nəvəvi sallallahu aleyhi və səlləmin qonşusu onun şərindən əmin olmayan kimsə cənnətə girməyəcək sözü. Bəvaiq sözü, bəiqə sözünün cəmidir. Onun mənası şər, pislik, fəlakət, bədbəxtlik, öldürmək, yox etməkdir. Cənnətə daxil olmayacaq cümləsinin mənasında eləcə də buna bənzəyən hər bir şeydə keçərli olan iki cavab vardır. Onlardan biri budur. O, bunun, yəni qonşuya əziyyət etməyin haram olduğunu bilməklə bərabər qonşuya əziyyəti halal görən kimsəyə həml edilmişdir ki, bu da kafirdir və o, əslən heç vaxt oraya, yəni cənnətə daxil olmayacaq. İkincisi isə budur. Onun mənası belədir. Onun cəzası oranı, yəni cənnətin qapıları onlar üçün açıldığı zaman qurtulan kimsələrin daxil olduğu vaxtda daxil olmayacaq. Əksinə o, ertələnəcək. Sonra da ona, yəni o cənnətə girməyə izin veriləcəkdir. Bəzən də ondan bu günahı əfv olunar və elə əvvəldən oraya cənnətə daxil olar. Bizim bu iki təvil etməyimizin səbəbi yalnız budur. Bundan əvvəl zikr etmişdik ki, haqq əhlinin məzhəbi belədir. Tövhid üzərində olub, böyük günahda israr edən, yəni günahları işləməyə davam edərək ölən kimsənin işi Allah Teala'ya aiddir. İstər onu əfv edər və əvvəlcədən cənnətə daxil edər, istərsə də ona cəza verər və sonra cənnətə daxil edər. Allahın doğrusunu bilir. Nəvəvinin Müslim şərhi 2-ci cild səhifə 17. Bu, Nəvəvinin Səhih Müslimi dırnaqarası şərh edərkən yüzlərlə dəfə etdiyi şeydir. Kəlimələri öz məhvərindən saptırmaq. Daxil olmayacaq ifadəsi ərəb olsun, həbəşi olsun, türk olsun, rumlu olsun, İngiliz, fransız, yahudi və başqaları olsun. Hər bir insanın rahatlıqla başa düşəcəyi və olduqca açıq olan bir ifadədir. İndi isə Nəvəvi dırnaqarası problemi həll etməyə girişəcək və qonşusu onun şərindən əmin olmayan kimsəni Nəvəvinin cənnətinə daxil edəcək. Başqasına yox. O, qonşusuna əziyyət verən kimsəyə vəd edilən cəzanı onu halal görən kimsə üçün etdi. Əgər o, bunu halal görən biri olmasa, Nəvəvi dırnaqarası cənnətinə daxil edəcəkdir. Nəvəvin öz cənnəti var, ora daxil edir. Lakin o azacıq ertələnəcəkdir. Çünki o, Nəvəvinin cənnətinə daxil olan dəstənin axırında oraya gələcəkdir. İndi gəlin, Səhih Buxari və Səhih Müslim kimi əzəmətli və olduqca faydalı iki kitabı dırnaqarası şərh edən iki alimin nələr etdiklərinə baxaq.
sizlərə 7 hədis təqdim edəcəyəm. Özünüz baxın, görün, bunlar şərhdir yoxsa təhrif. Birinci hədis özünü öldürən kimsə hədisidir. İmam Buxari deyir ki, Həddəthənə Əbul Yəmən, əxbarənə Şuayb, Həddəthənə Əbu Zinad, Anil A'rac, An Əbi Hüreyrə radiyallahu anhu, qələn Nəbiyyü sallallahu aleyhi və səlləm, Əlləzi yəxnuqu nəfsəhu, yəxnuquha finnər, vəlləzi yət'anuha finnər. ولفظه فهو في نار جهنم خالدا مخلدا فيها أبدا وأجاب غيره بحمل ذلك على من استحله فإنه يصير باستحلاله كافرا والكافر مخلد بلا ريب وقيل ورد مورد الزجر والتغليظ وحقيقته غير مرادة وقيل المعنى أن هذا جزاؤه لكن قد تكرم الله على الموحدين فأخرجهم من النار بتوحيدهم وقيل التقدير مخلدا فيها إلى أن يشاء Allah. Hədis şərif İmam Buxarinin səhihində 1365 nömrəli hədisdir. Bizə Əbul Yəmən danışdı, bizə Şuayb xəbər verdi, bizə Əbu Zinad danışdı, Əl-A'racdan. Əbu Hüreyrə radiyallahu anhudan dedi, Nəbi sallallahu aleyhi və səlləm dedi, özünü boğub öldürən kimsə onu odun, yəni cəhənnəm ateşinin içində də boğub öldürəcəkdir. Onu vuran, yəni ta'ana demək, yəni kəsici dekici alətlərlə vurmağa deyilir. Yəni bıçaqla, xəncərlə və bənzəri şeylərə kəsib deşib öldürən kimsə də odun içində onu yenə də ona, yəni özünə vuracaqdır. Ardınca İbn Həcər Əl-Əsqalani deyir, ondan qeyrisi isə onu halal görən kimsəyə həml etməklə cavab vermişdir. Çünki o, bu halal görməsi ilə kafir olur, kafirin də odda əbədi qalmasında şübhə yoxdur. Eləcə də deyilmişdir ki, o çəkindirmək və ağırlaşdırmaq məqamında gəlmişdir və onun həqiqəti murad edilməmişdir. Yəni Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, yəni cəhənnəmdə qalacaq, deyir ki, bu həqiqət üzərində, yəni yalan üzərində. Yəni bunlar deyirlər məcaz filan bəsməkan, amma yəni məcaz deməyin bir mənası yoxdur. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, odda qalacaq əbədiyyən, deyir ki, əbədi qalmayacaq. Bunun harası məcaz olur? Elə məcaz olur. Bildiyin yalanlamaqdır. Təhrif elə yüngül sözdür. Baxa bilərsiniz, Fəthül Bariyə 3-cü cild səhifə 227-də keçir bu dediklərim. İkinci hədis. Mən iddia li qeyri əbihi hədisidir. Həddəthənə Əbu Ma'mar, həddəthənə Abdülvaris, Anil Hüseyin, An Abdillah ibn Bureydə, qalə həddəthəni Yahya ibn Ya'mar, ənə Əbəl Əsvəd Əd-Dili həddəthəhu, An Əbi Zərrin radiyallahu anhu qal, ənəhu səmi'ən Nəbiyyə sallallahu aleyhi və səlləmə yəqul, ليس من رجل ادعى لغير أبيه وهو يعلمه إلا كفر ومن ادعى قوما ليس له فيهم فليتبوأ مقعده من النار فالمراد من استحل ذلك مع علمه بالتحريم وعلى الرواية المشهورة فالمراد كفر النعمة وظاهر اللفظ غير مراد وإنما ورد على سبيل التغليظ والزجر لفاعل ذلك أو المراد بإطلاق الكفر أن فاعله فعل فعلا شبيها بفعل أهل الكفر. Bizə Əbu Ma'mar danışdı. Hədisə diqqət eləyin. Bizə Abdülvaris danışdı, Hüseyndən, Abdullah ibn Bureydədən. Dedi, mənə Yahya ibn Ya'mar danışdı, ona Əbul Əsvəd Əd-Dili danışdı. Əbu Zər radiyallahu anhudan o, Nəbi sallallahu aleyhi və səlləm eşitmişdir, deyirdi. Bildiyi halda özün atasından başqasına nisbət edən elə bir kişi yoxdur ki, küfr etmiş olmasın. Onlardan olmadığı halda, yəni aralarında heç bir nəsəb bağı yox ikən, kim özünə hər hansı bir qövmə nisbət etsə, qoy o, oddan olan oturacağını hazırlaşsın. İmam Buxarinin səhihində 3508 nömrəli hədisdir. Bu hədisin şərhində Fəthül Baridə 6-cı cild səhifə 540-da İbn Həcər Əl-Əsqalani deyir. Murad edilən şey haram olduğunu bilməklə bərabər bunu halal görən kimsədir. Məşhur olan rivayətə görə murad edilən şey nimətə edilən küfürdür və onun həqiqəti murad edilməmişdir. Bu yalnız onu edən kimsə üzərində ağırlaşdırma və çəkindirmə babında gəlmişdir. Yaxud da küfrü itlaq etməkdən murad edilən şey budur ki, onu edən kimsə küfr əhlinin əməlinə bənzəyən bir əməl etmişdir. Hədis nə dedi? Hədis deyir ki, bunu edən elə bir adam yoxdur ki, küfr etmiş olmasın. Deyir ki, yox, həqiqəti murad edilməyib. Nemət küfrüdür, halal görən kimsəyə aiddir. Allah üçün haradadır bu halal görən? Haradadır? Halal görən şey yoxdur burada. Hətta burada, yəni az əvvəlki hədisdə deyir ki, şərhində وَقِيلَ التَّقْدِيرُ مُخَلَّدًا فِيهَا إِلَى أَنْ يَشَاءَ Allah. Deyilmişdir ki, orada əbədi saxlanılacaq Allah istəyənə qədər. Nə deməkdir bu? Yəni?
Allah istəyənə qədər qaldırsa əbədi deyil ki bu. Müvəqqətidir. Gələk İmam Müslimin səhihine. İmam Müslimin səhihində 61 nömrəli hədis şərtdə deyilir. Və həddəthəni Züheyr ibn Harb. Həddəthəni Abdülsamad ibn Abdülvarith. Həddəthəni Əbi. Həddəthəni Hüseyn el-Muallim. An İbn Bureydətə, an Yahya ibn Ya'mara, ənə Əbəl Əsvədə həddəthəhu an Əbi Zərrin. Ənəhu səmiə Rasulallahi sallallahu aleyhi və səlləmə yəqul. Leysə min rəculun idda'a li qeyri əbihi və huvə ya'ləmuhu illə kəfər. Və mən idda'a mə leysə ləhu fəleysə minnə. وَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ وَمَنْ دَعَا رَجُلًا بِالْكُفْرِ أَوْ قَالَ عَدُوَّ اللَّهِ وَلَيْسَ كَذَلِكَ إِلَّا حَارَ عَلَيْهِ. Hədis şərif budur, tərcüməsini oxuyacağım. Şərhini də oxuyum Nəvəvinin, sonra tərcüməsini oxuyacağım inşallah. وَأَمَّا قَوْلُهُ صلى الله عليه وسلم في من ادعى لغير أبيه وهو يعلم أنه غير أبيه كفر فقيل فيه تأويلان أحدهما أنه في حق المستحل والثاني أنه كفر النعمة والإحسان وحق الله تعالى وحق أبيه وليس المراد الكفر الذي يخرجه من ملة الإسلام. Hadis şərif deyir ki, mənə Züheyr ibn Harb danışdı, bizə Abdülsamad ibn Abdülvaris danışdı, bizə atam danışdı, bizə Hüseyn el-Muallim danışdı, İbn Bureydədən, Yahya ibn Ya'mardan, Əbul Əsvəd ona danışdı, Əbu Zərdən o Rasulullah sallallahu aleyhi və səlləm eşitmişdir, deyirdi. Bildiği halda özünü atasından başkasına nispət edən elə bir kişi yoxdur ki, küfr etmiş olmasın. Onun olmayan bir şeyi iddia edən kimsə bizdən deyildir və qoy o, oddan olan oturacağını hazırlaşsın. Kim də bir kişini küfürlə, yaxud da belə dedi, Allahın düşməni deyə çağırsa və o da belə olmasa, bu dediği şey mütləq onun özünə dönər. Şərhində Nəvəvi deyir, sallallahu aleyhi və səlləmin atası olmadığını bildiği halda özü atasından başqasına nispət edən kimsənin kafir olması haqqında dediği sözə gəldikdə, onun barəsində iki təvil deyilmişdir. Birincisi bu, onu halal görən kimsə haqqındadır. İkincisi isə bu nemətə, ihsana, Allah Taala'nın haqqına və atasının haqqına olan küfürdür və bununla İslam millətindən çıxaran küfür murad edilməmişdir. Nəvəvinin Müslim şərhi 2-ci cild səhifə 51. Yəni mən burada sırasıyla 7 dənə hədis vermişəm. 7-sində də eyni şeyi deyirlər. Rasulullah sallallahu aleyhi ve sellem ağ deyilən qara deyirlər, qara deyilən ağ deyirlər. İlla müxalif olmalıdır. Adını da qoydular şər. İmam Müslim deyir, həddəthəni Züheyr ibn Harb və ibn Əbi Ömər. قال حدثنا سفيان عن الزهري عن محمد بن جبير بن مطعم عن أبيه عن النبي صلى الله عليه وسلم قال لا يدخل الجنة قاطع. قال ابن أبي عمر قال سفيان يعني قاطع رحم. قوله صلى الله عليه وسلم لا يدخل الجنة قاطع، هذا الحديث يتأول تأويلين سبق في نظائره في كتاب الإيمان. أحدهما حمله على من يستحل القطيعة بلا سبب ولا شبهة مع علمه بتحريمها، فهذا كافر يخلد في النار ولا يدخل الجنة أبدا. والثاني معناه ولا يدخلها في أول الأمر مع السابقين بل يعاقب بتأخره القدر الذي يريده الله Teala. Mənə Züheyr ibn Harb və İbn Əbi Ömər danışdı. Dedilər bizə Sufyan danışdı. Zuhridən, Muhammed ibn Cübeyr ibn Mut'imdən, atasından Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Qati, yəni kəsən kimsə cənnətə girməyəcəkdir. Bu hədisin başqa rivayətlərdə var. O da qati rahim cümləsi gəlmişdir. Bizim kitabımızda, Müheymin kitabında mövcuddur. İbn Əbi Ömər dedi ki, Sufyan dedi, yəni qohumluq əlaqələrini kəsən kimsə. İmam Müslimin səhihində 2556 nömrəli hədisdir. Şərhində Nəvəvi deyir, sallallahu aleyhi və səlləmin qati, cənnətə girməyəcək sözü. Bu hədis iman kitabında ona bənzər hədislərdə keçdiyi kimi iki təvillə təvil edilir. Biri budur ki, bu haram olduğunu bilməklə bərabər heç bir səbəb və şübhə olmadan qohumluq əlaqələrini kəsməyi halal görən kimsə həml olunur və bu kimsə də odda əbədi qalır və əbədiyyən cənnətə girməyəcəkdir. İkincisi, onun mənası budur ki, o kimsə işin əvvəlində öndə gedənlərlə birlikdə ora, yəni cənnətə girməyəcək, əksinə Allah Taala'nın istədiyi qədər cənnətə girməkdən ertələnməsi ilə cəzalandırılacaqdır. Nəvəvinin Müslim şərhi səhifə 16-cı cild səhifə 104. Nə oldu? Rasulullah sallallahu aleyhi ve sellem girməyəcək deyir, bu girəcək deyir. Növbəti hədis. Həddəthənə Əbu Nuaym, həddəthənə Sufyan, an Mansur, an İbrahim, عن همام قال كنا مع حذيفة فقيل له إن رجلا يرفع الحديث إلى عثمان فقال حذيفة سمعت النبي صلى الله عليه وسلم يقول لا يدخل الجنة قتات.
قوله لا يدخل الجنة أي في أول وهلة كما في نظائره. وحدثني شيبان بن فروخ عبد الله بن محمد بن أسماء الضبعي قال حدثنا مهدي وهو ابن ميمون حدثنا واصل الأحدب عن أبي وائل عن حذيفة أنه بلغه أن رجلا ينم الحديد فقال حذيفة سمعت رسول الله صلى الله عليه وسلم يقول لا يدخل الجنة نمام. وأما قوله صلى الله عليه وسلم لا يدخل الجنة نمام ففيه التأويلان المتقدمان في نظائره أحدهما يحمل على المستحل بغير تأويل مع العلم بالتحريم والثاني لا يدخلها دخول الفائزين والله أعلم. Şimdi bakın hem Bukhari'de hem Müslim'de aynı mezmunda hadis geçir. Bukhari'de İbn Hacer ne deyir? Müslim'de Nebevi ne deyir? İmam Bukhari 6056 ve hadiste buyurur ki bize Ebu Nuaym danıştı, bize Sufyan danıştı. Mansur'dan, İbrahim'den, Hammam'dan dedi. Biz Huzeyfe ile birlikteydik, ona belə değildi. Hakikaten de bir kişi Osman'a söz taşıyır. Huzeyfe dedi, ben Nebi sallallahu aleyhi ve sellemi eşittim deyirdi. Qattat cennete girmeyecek. Yani nemmam. Hemen ardınca Fethül Bari'de 10. cilt sayfa 473'te İbn Hacer deyir. Onun bu sözü cennete girmeyecek. Yani ne de ki onun benzeri hadislerde olduğu kimi ilk vaxta girmeyecek. Resulullah sallallahu aleyhi ve sellem girmeyecek deyir. Yok girecek, ilk vaxta girmeyecek. Müslim'de 105 nömrəli hadis. Mənə Şeyban İbn Farruh ve Abdullah İbn Muhammed İbn Əsmə Əd-Dubai danıştı. Dediler, bize Mehdi danıştı. O İbn Meymundur. Bize Vasil el-Ahdab danıştı. Abu Vail'den, Huzeyfe'den. Ona haber çattı ki bir kişi söz geldirerek nemmamlık edir. Huzeyfe dedi, ben Resulullah sallallahu aleyhi ve sellem eşittim deyirdi. Nemmam cennete girmeyecek. Nemmam cennete girmeyecek. Yani bu anlaşılmayan bir cümle, anlaşılan cümledir. Bakın nebevi ne deyir. Sallallahu aleyhi ve sellemin nemmam cennete girmeyecek sözüne geldikdə ona benzer hadislerde keçdiyi kimi onun barəsində iki təvil vardır. Birincisi haram olduğunu bilmekle beraber təvil etmeden halal gören kimseye həml olunur. İkincisi kurtulan kimselerin daxil olduğu vaxtda daxil olmayacaq. Allah'ın doğrusunu bilir. Nəbəvinin Müslim şərhi cild 2 sayfa 113. Yani görürsünüz də buraya kadar 4 tane hadis oxuduq. Ondan əvvəl də birini oxumuşduq. 5 tane hadisin hamısını belə eləyirlər. Resulullah sallallahu aleyhi ve sellem ne deyirsə onun tersini deyirlər. Bunun da adı şərhiymiş. Növbəti hadisimiz. Haddəthənə Əbul Yaman qala əxbərənə Şuayb قال حدثنا أبو الزناد عن الأعرج عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال فوالذي نفسي بيده لا يؤمن أحدكم حتى أكون أحب إليه من والده وولده. قوله لا يؤمن أي إيمانا كاملا. Bize Ebu'l Yemen danıştı, dedi bize Şuayb haber verdi. Dedi bize Ebu Zinad danıştı, El-A'raj'dan, Ebu Hureyre radıyallahu anhudan Resulullah sallallahu aleyhi ve sellem dedi. Nefsim elinde olana and olsun. Mən sizdən birinə onun atasından və övladından daha sevimli olmadıqca o kimsə iman etmiş olmur. İmam Buxarinin sahihində 14 nömrəli hədisdir. Şərhində Fəthül Bari 1-ci sayfa 58-də İbn Hacer deyir. Onun bu sözü iman etmiş olmur, yəni kamil imanlı. Yəni iman etmiş bir də sadəcə imanı kamil deyil. Növbəti hədis. حدثنا مسدد قال حدثنا يحيى عن شعبة عن قتادة عن أنس رضي الله عنه عن النبي صلى الله عليه وسلم وعن حسين المعلم قال حدثنا قتادة عن أنس عن النبي صلى الله عليه وسلم قال لا يؤمن أحدكم حتى يحب لأخيه ما يحب لنفسه والمراد بالنفي كمال الإيمان. Bize Musaddad danıştı, dedi bize Yahya danıştı. Şu'beden, Qatada'dan, Enes radıyallahu anhudan, Nebi sallallahu aleyhi ve sellem'den. Hüseyin el-Muallim'den dedi, bize Qatada danıştı. Enes'ten, Nebi sallallahu aleyhi ve sellem'den dedi. Sizden biriniz özü için sevdiğini kardeşi için sevmedikçe iman etmiş olmur. İmam Buxarinin sahihinde 13 nömrəli hadistir. Hemen yetişir İbn Hacer deyir ki buradaki nefide yani inkar etmekten murad edilen şey imanın kamilliğidir. Yani imanı var, iman etmiş olur ama imanı kamil değil. 1. cilt sayfa 57'de bunu deyir. Sonuncu okuyacağımız hadis İmam Müslim buyurur ki Haddesena Osman ibn Abi Şeybe ve İshak ibn İbrahim ve lafzu li Uthman. Kale İshak akhbarana ve kale Uthman haddesena Cerir. An Mansur an Sa'd ibn Ubeyde haddeseni el-Bara ibn Azib enne Resulullah sallallahu aleyhi ve sellem kal. İza akhadta madja'aka fetawadda vudu'aka lis-salah. Thumma ittaji' ala shikkika el-ayman. Thumma kul. Allahümme inni eslemtu vecihi ileyk. Ve fawwadtu emri ileyk. Ve elce'tu zahri ileyk.
رغبة ورهبة إليك لا ملجأ ولا منجى منك إلا إليك آمنت بكتابك الذي أنزلت وبنبيك الذي أرسلت واجعلهن من آخر كلامك فإن مت من ليلتك مت وأنت على الفطرة قال فرددتهن لأستذكرهن فقلت آمنت برسولك الذي أرسلت قال قل آمنت بنبيك الذي أرسلت. وفي هذا الحديث ثلاث السنن المهمة المستحبة ليست بواجبة. Bize Osman İbn Abi Şeybe ve İshak İbn İbrahim danıştı. Lafz Osman'ındır. İshak dedi, bize haber verdi. Osman dedi, bize Cerir danıştı. Mansur'dan, Sa'd İbn Ubeyde'den, bana Bera İbn Azib danıştı ki Resulullah sallallahu aleyhi ve sellem demişti. Yatağına girdiğin zaman namaz için aldığın kimi dəstəmaz al, sonra sağ böğrün üstə yat, sonra da Allahümme inni eslemtu vechi ileyk. Yani okudum. Bu zikri de ve onları yatmadan önce danıştığın en son kelamını et. Eğer o gecende ölsen fitret üzerinde olduğun halde ölmüş olarsın. Bəra İbn Azib radiyallahu anh deyir ki, mən o kəlmələri ona təkrar etdim ki, yadda saxlayın və belə dedim. Əməntu bi rasulikəl-ləzi ərsəltə. Yəni hədisdə Resulullah sallallahu əleyhi və səlləm bi nəbiyyikəl-ləzi ərsəltə deyir, göndərdiyin nəbiyyə. Bəra deyir, mən dedim göndərdiyin Rəsula. Resulullah sallallahu əleyhi və səlləm dedi ki, belə de. Əməntu bi nəbiyyikəl-ləzi ərsəltə. Yəni nətər deyir, o da demən lazımdır. Onu belə dəyişdirməyə icazə vermir. İmam Müslimin səhihində 7057 nömrəli hədisdir. Həmən ardında yetişir, özünü yetirir Nəbəvi. Uzun danışır və deyir ki, bu hədisdə vacib olmayan 3 mühüm müstəhəb sünnət vardır. Leysət bir vacib, vacib deyil. Yəni bunu belə deməsə heç nə olmaz, vacib deyil. Nəbəvinin Müslim şərhi 17-ci cild səhifə 32-yə baxa bilərsin. Yəni mənzərə bundan ibarət. Yəni o iki şərhə baxsanız, digərlər zaten o qəbildəndir. Vəziyyət belədir. Resulullah sallallahu aleyhi ve sellem et deyir, bunlar deyir etmə. Resulullah sallallahu aleyhi ve sellem iman etmiş olmaz deyir, iman etmiş olar deyirlər. Girməyəcək deyir, girəcək deyirlər. Girəcək deyir, girməyəcək deyirlər. Yetər ki, müxalif olsunlar. Yəni Allah üçün harada belə bir din görmüşsünüz, harada belə bir sistem görmüşsünüz. Aləmlərin Rəbbinin Resulü nə deyir, bunlar nə deyirlər? Tam əksin deyirlər. Bunun adı olur şərh, bunlar da olurlar allamə. Muhammed İbn Abdullah sallallahu aleyhi ve sellem cənnətə daxil olmayacaq deyir. Muhammed sallallahu aleyhi və səlləm Rəbbinin ona təbliğ etməsini əmr etdiyi şeylərdən hər hansı bir şeyi gizlətdi mi? Əlbəttə ki, xeyr. Muhammed sallallahu aleyhi və səlləm Rəbbi Subhanahu və Taala'nın onu bəyan etməsini əmr etdiyi hər şeyi bəyan etdi, yoxsa bəyan etmədi? Cavab, bəli. Allah Azze və Cəllənin ona bəyan etməsini əmr etdiyi hər şeyi bəyan etdi. Muhammed sallallahu aleyhi və səlləmə cəvamiül kəlim, yəni az sözdə çox mənaları demək elmi verilmədi mi? Cavab, bəli verildi. Muhammed sallallahu aleyhi və səlləm qonşusu onun şərindən əmin olmayan kimsəni ilk daxil olanlarla daxil olmayıb sonradan daxil olacağını deməkdən aciz oldu mu? Cavab, nə deyəcəksən? Eşitdik və asi olduq deyəcəksən, yoxsa eşitdik və itaat etdik deyəcəksən? Eşitdik və itaat etdik deyəcəksən, yoxsa eşitməz olasan deyəcəksən? Tam bir təslimiyyətlə təslim oldum deyəcəksən, yoxsa Nəvəvi dedi ki, deyib sonra kəlmələr öz məhvərinə satdıracaqsan? Mən belə cavab verirəm. Allahümme salli ala Muhammedin və ala ali Muhammed. Kəmə salleytə ala ali İbrahim və ala ali İbrahim innəkə hamidun məcid. Allahümme barik ala Muhammedin və ala ali Muhammed. Kəmə barakta ala ali İbrahim və ala ali İbrahim innəkə hamidun məcid. Biz belə deyirik. Bu məqamda Allah Azze və Cəllənin bu sözünü zikr etmək olduqca önəmlidir. وَمَنْ يُشَاكِكِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا. Kim özünə hidayət açıq aydın bəlli olduqdan sonra Rəsula qarşı çıxar və möminlərin yolundan başqasını izləyərsə, onu üst tutduğu yola yönəldər və cəhənnəmə salarıq. Ora nə pis dönüş yeridir. Nisa surəsi 115-ci ayət-kərimə. İnşallah davam edəcəyik. Və axirə davanən elhamdülillahi rabbil alamin.